Niyyət hər bir əməl üçün mühüm şərtlərdəndir. Çünki bir əməlin ixlaslı olub-olmamağı niyyətə bağlıdır. Bir əməlin Allah üçün, Allahın razılığı üçün qürbətən ilallah olub-olmamağı niyyətə bağlıdır. Bir əməlin riya üzündən olmağı da hətta belə niyyətə bağlıdır. Yəni, bütün əməllər niyyətdən asılıdır. O əməl ki, o əməlin niyyəti Allahın razılığı üçündür, qürbətən illallahdır. O əməl öz sahibini nurlandırar. O əməl öz sahibinin imanını kamilləşdirər, imanının əxlaqını kamilləşdirər, imanının mənəviyyatını gözəlləşdirər. O əməl öz sahibinə izzət verər. Çünki mömin olan şəxs Allah üçün iş görər. Qürbətən ilallah, Allahın rizası üçün, Allahın razılığını əldə etmək üçün o işi görər. Allah da Qur'an-ı Kərimdə buyurur ki, وَلِلَّهِ الْعِزَّةُ وَلِرَسُولِهِ وَلِلْمُؤْمِنِينَ وَلَكِنَّ الْمُنَافِقِينَ لَا يَعْلَمُونَ. İzzət Allaha, onun peyğəmbərinə və möminlərə məxsusdur. Lakin münafiqlər bunu bilməzlər. Həqiqətən də Allah üçün görülən əməllər və o əməllərin sahibi Allah yanında izzətli olar. Allah onu əziz